Salam müəllimlər və abituriyentlər. Bugün güvən yol yer dəyişmə hissəsi test B variantının izahına baxırıq. Birinci sualda deyir ki, maddi nöqtə çevrə üzrə 12 metr bölü saniyə sürətlə bərabər sürətlə hərəkət edir. Periodun yarısına bərabər müddət ərzində maddi nöqtənin yer dəyişməyə görə orta sürətini hesablayın. Baxın, ilk növbədə bilirik ki, yer dəyişməyə görə orta sürətin düsturu V orta bərabərdir. Əgər yer dəyişməyə görədirsə, yer dəyişmə bölünsün zaman yazırıq. Yoldursa, burada yol bölünsün zaman yazacağıq. Yəni, burada yer dəyişməni hesablamalıyıq. Periodun yarısına bərabər müddət deyir. Yəni, bu cisim periodun çevrənin tam yarısını gedib. Onda bunun yer dəyişməsi nəyə bərabərdir? 2 yerə. Zaman isə T bərabərdir. T bölünsün 2 şərti ilə yazırıq həmişə. Və bizə deyir ki, maddi nöqtə 12 metr bölü saniyə sürətlə hərəkət edir çevrə üzrə. Yəni, V bərabərdir 2 pi R bölünsün T-dən. Gətirib biz T-ni tapsaq, T bərabər olur 2 pi R bölünsün V. Yerinə qoyub hesablasaq, 2 vurulsun. Pi-nin qiyməti 3-dür, R-in qiymətini bilmirik, V-nin qiyməti 12-dir. Yuxarıda 6 ilə 12-ni ixtisar aparanda R bölək 2. Deməli, tapdıq ki, periodumuz R bölünsün 2-yə bərabərdir. Gətirib burada yerinə qoyanda, T-nin yerinə R bölü 2 yazanda qalır R bölü 4. Deməli, bizim zamanımız R bölü 4-dür, yer dəyişməmiz də 2 R-dir. 2 R bölünsün, R bölü 4 çıxır yuxarı. R-lər ixtisar gedir, 4 dəfə 2-ni 8 eləyir cavabımız. Deməli, cavab olacaq A variantı. Sonra, baxaq ikinci suala. Təmizləyim. İkidə deyir ki, maddi nöqtə çevrə üzrə bərabər sürətli hərəkətlə neçə dərəcə dönməlidir ki, yolla yer dəyişmə arasındakı fərq maksimum olsun. Baxın, yol o vaxtı maksimum olar ki, cisim tam olaraq başladığı yerə geri qayıdıb. Yəni, başladığı yerə geri qayıtmaq nə deməkdir? Bütün çevrəni gedib. Yəni, getdiyi yol burada 2 pi yerdir. Amma bu cisim tam çevrəni gedəndə yer dəyişməsi olacaq 0. Axı, başladığı yerə geri qaydanda yer dəyişməsi 0 olur. Baxın, yol 2 pi yer, gedə biləcəyi yolu gedib. Cisim çevrə üzrə gedə biləcəyi yolu gedib, tam çevrəni gedib. Amma yer dəyişməsi 0 olub. Deməli, tam çevrəni dönəndə bunlar arasında fərq maksimum olur. O da 360 dərəcədir. Axı, bütün çevrə 360 dərəcədir. Üçüncü sualda deyir ki, 4 metr radiuslu, çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtənin periodun 1/4-də bərabər zaman müddətinə getdiyi yol. Yəni, periodun deyir 1/4-də nə qədər yol gedib? Yəni, bu hissədə. Burada yolun tapma qaydası var idi ki, ümumi çevrə 2 pi yerdir. Vururuq neçəyə? 4-dən 1-ə. İxtisar gedir, qalır pi R bölünsün 2. Pi-mizin qiyməti 3-dür. R-in qiyməti 4-dür. 3 vurulsun 4 bölünsün 2. İxtisar gedir, nə qalır? 6. Cavab olacaq 6 metr. Deməli, cisim çevrənin 1/4-də 4 metr radiusla 6 metr yol gedəcək. Sonra baxırıq 4-cü suala. Saatın saniyə əqrəbinin uzunluğu 20 santimdir. 30 saniyə ərzində bu əqrəbin uc nöqtəsinin yer dəyişməsini hesablayın deyir bizə. Deməli, burada nə edirik? Əqrəbin uzunluğu deyir 20 santimdir. Yəni, bu saatı çəksək, burada baxın, bir saatı xəyal eləsək, görürük ki, əqrəbin uzunluğu, baxın, mərkəzdən olur da, mərkəzdən məsafəsinə görə görürük ki, çevrənin radiusuna bərabərdir. Deməli, yəni bizim R-imiz də elə 20 santim olacaq. Və 30 saniyə müddəti, baxın, saniyə ilə hesablayanda 30 buradır. Yəni, çevrənin tam yarısı. Yarısında yer dəyişməni istəyir. Yer dəyişməmiz nəyə bərabər idi? 2 R-ə. Yarısında yer dəyişmə 2 R-dir. 2 vurulsun, yəni nə? 20. O da bizə verəcək 40 santim. Deməli, cavabımız olur 40 santim B variantı. 5-ci sualda saatın dəqiqə əqrəbinin uzunluğu 10 santimdir. Yəni, yenə radiusumuz 10 santimdir. Qeyd edirik. 30 dəqiqə ərzində, baxın, 30 dəqiqə yenə bura 15-dir, bura 30-dur, bura 90-dır, bura da 1 saatdır. Yəni, 30 dəqiqə çevrənin yenə yarısıdır. Burada deyir qövsün uzunluğu, yəni baxın bura, getdiyi yol. S bərabər idi nəyə?
pi erə. Tam çevrə 2 pi erdirsə, yarısı pi erdir. Pimiz 3-dür. Bu da 10-dur. Eləmi? O da eləyəcək nə? 30 santim. Cavabımız olur 30 santim A variantı. Sonra baxırıq neçənci suala? 6-cı suala. 6-cı sualda deyir ki, saatın saniyə və dəqiqə əqrəblərinin uzunluqları eynidir. 3 saat ərzində saniyə əqrəbinin getdiyi yol, dəqiqə əqrəbinin getdiyi yoldan neçə dəfə çoxdur? Baxın, buradan yenə bir çevrə çəkirəm. 3 saat ərzində, 3 saat buradır. Bura 12 saatdır. İçinə yazıram. Bura 3 saatdır. Bura 6 saatdır. Burada 9 saatdır. 3 saat ərzində saniyə əqrəbini istəyir. Baxın, saniyə əqrəbi bir dəfə dövr eləyəndə olacaq nə? 1 dəqiqə. Bunun 3 saat ərzində davam eləməsi üçün deməli bu cisim nə etməlidir? Baxın, deməli bu cismin ümumi getdiyi yol bərabər olacaq nəyə? V vurulsun T-yə. S bərabərdir V vurulsun T. Buradan getsək əgər, bizə deyir ki, periodla hesablayacaq da. Çünki bilirsiniz ki, bu məsələn saniyə əqrəbinin dövr etmə periodu, saat əqrəbinin dövr etmə periodu məsələlərindən həll edirik bunu. T'nin yerini, V'nin yerinə nə qoyuram? 2 pi r bölünsün T vurulsun T. Baxıram ki, yolun periodundan tərs asıdır. Yəni onda saat və dəqiqə əqrəbi, bizdən saniyə əqrəbi, bir də dəqiqə əqrəbini istəyir. Saniyə və dəqiqə. Onda yazıram ki, saniyə əqrəbinin getdiyi yol bölünsün dəqiqə əqrəbinin getdiyi yol bərabərdir. Dəqiqə əqrəbinin periodu böl saniyə əqrəbinin periodu. İndi dəqiqə əqrəbi bir dəfə dövr eləyəndə nə olur? 1 saat olur. Yəni 60 dəqiqə olacaq. Amma saniyə əqrəbi bir dəfə dövr eləyəndə 1 dəqiqə olur. 60 saniyə 1 dəqiqə olur. Bu da 1. 60 bölünsün 1 eləyəcək 60. Deməli, buradakı cavabımız nə olur? 60 olur. Sonra gəlirik 7-ci suala. 7-ci sualda deyir ki, uzunluğu 1 santim olan dəqiqə əqrəbinin uc nöqtəsinin 1 saat 15 dəqiqə ərzində getdiyi yolun və yer dəyişməsinin modulunu hesablayın. Yenə bir saat çəkirəm burada şərt olaraq. Baxın, uzunluğu deyir 1 santimdir əqrəbin uzunluğu və dəqiqə əqrəbinin uc nöqtəsinin 1 saat 15 dəqiqə ərzində. Baxın, dəqiqə əqrəbi bir dəfə dövr eləsə 60 dəqiqə, yəni 1 saat olur. Deməli, 1 saat ərzində bu başladığı yerə geri qayıtdı. Sonrakı 15 dəqiqə, baxın, buradır. 15 dəqiqə, bu tamamlanandan sonra 15 dəqiqə getməsi üçün çevrənin 4də 1-ini getməlidir. 4də 1-in gedəndə yol bərabər olur nəyə? 4də 1 vurulsun 2 pi yerə. Buradan ixtisar gedir, pi yer bölə 2 qalacaq. Yerinə qoyanda 3 vurulsun. R-imiz nə qədərdir? 1 bölünsün 2. Bu da nə eləyəcək? 3 bölünsün 2, 1,5. Düz yazdıq mı? S bərabər idi nəyə? 2 pi r. Bəs bu 4də 1-i hesablayırıq buradan. Bəs əvvəlcə 1 saat gedəndə bir dənə də çevrə üzrə dövr eləyib baxı. Yəni orada da bir 2 pi r var. Yəni burada 3 bölünsün 2, 1,5-də nəzərə alırıq. Bundan əvvəl o 1 saat ki gedib, baxın burada. Orada da bir tam çevrə gedib da, onun getdiyi yolda 2 pi r-dir. Yəni 2 vurulsun, 3 vurulsun 1, bu da 6. 6-ın üstünə 1,5 gələndə 7,5 eləyir. Deməli, gedilən yol 7,5-dir. Amma yer dəyişmə 1 saat ərzində gəlib burada tamamlanıb 0 olub. Sonraki 15 dəqiqə ərzində 4də 1-dir. 4də 1-ində də yer dəyişmə kök 2 r-dir. Yəni kök 2 vurulsun 1, o da bərabər olacaq kök 2-yə. Deməli, yer dəyişməmiz kök 2 santimdir. Yolumuz da 7,5 santimdir. Olacaq B variantı. Yaxşı sualdır. Amma biraz düşündürücü sualdır həm də. Buranı təmizləyirəm. Keçirik neçənci suala? 8-ci sualımıza. 8-ci sualda deyir ki, saatın saniyə əqrəbinin uzunluğu, yəni yenə də bizim R-imiz 20 santimdir. Və 1,5 dəqiqə ərzində bu əqrəbin uc nöqtəsinin yer dəyişməsinə. Baxın, yenə gəlirik 1,5 dəqiqə. Saniyə əqrəbi, baxın, bu bir dəfə dövr eləyəndə 1 dəqiqə eləyir, eləmi? 1,5 dəqiqənin 1 dəqiqəsi getdi. Orada qalır 0,5, yəni yarım dəqiqə. Yarım dəqiqədə tam yarı deməkdir. Yəni, ümumi yolun yarısı. Yarısında da yer dəyişməmiz nəyə bərabərdir həmişə? 2 r-dir də. Yəni, 2 vurulsun
Erimiz nə qədərdir? 20. 2 vur 20 nə eləyəcək? 40. Cavabımız olur. 9-cu sualda verilmiş radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin periodunun yarısına bərabər zaman müddətində yer dəyişməyə görə orta sürəti 6 metr/saniyə olarsa, onun xətti sürətini metr/saniyə ilə hesablayın. Baxın, periodun yarısına bərabər müddət deyir. Periodun yarısına baxanda buradan bizə yer dəyişməyə görə orta sürət. Tam yarıda yer dəyişməmiz bilirik ki, 2r-ə bərabərdir. Və orta sürətin düsturu da s yer dəyişmə bölünsün t-dir. Yəni 2r bölünsün. Bir də periodun yarısına bərabər zaman müddət deyir. Yəni t bərabərdir t bölü 2-dir. Gətirib t bərabərdir t bölü 2-ni də yerinə qoysaq, baxın t bölü 2. 2 qalxır yuxarı. V-imizin də qiyməti nə qədərdir? 6. 6 bərabərdir 4r bölünsün t. İxtisar aparsaq 3, 2. Baxırıq ki, 3t bərabər olur 2r-ə. Və bizdən yenə xətti sürəti istəyir. V bərabərdir 2 pi r bölünsün t. 2 vurulsun, 3 vurulsun. R-imizin qiyməti nəyə bərabərdir? Buradan r-i tapsaq 3t bölünsün 2-dir. Yerinə qoysaq 3t bölünsün 2 vurulsun t. T'lər ixtisar gedir, 2-lər ixtisar gedir, qalır 9. Deməli, cavabımız olur nə? 9 metr bölünsün saniyə. 10-cu suala baxırıq. 10-cu sualda deyir ki, çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin zamanın başlanğıc anında A nöqtəsinə keçir. Və heç nə. Baxaq görək hansılar bir-birinə uyğundur. Periodun 6-da 1-də, ümumiyyətlə bilirik ki, periodun 6-da 1-də yer dəyişmədə r-ə bərabərdir. Və sürətdə v-yə bərabərdir. Ona görə də burada s və y olacaq. İkincidə periodun tam yarısında sürət kök 2v-dir, yer dəyişmə 2r-dir. Ona görə də bura olacaq nə? A və D. 4-də 3-ündə isə yer dəyişməmiz verib kök 2v-yə bərabərdir. O da olacaq nə? B variantı. Deməli, SY, AD, B. SY, AD, B olacaq cavabımız.